Deməli uşaqlar, işimizin əsnasında bir dənə də şey izah edeyim sizə. Vaxtilə bizdə servis baxımına gələn PlayStation'lərdən biridir. 2025-ci ildə bax 24.01.2025. Bu plombanın mən sizə indi əsas prosedurun əsas nə işə yarır onu izah edeyim. Yəni o vaxtı o dövrdə vurdığımız 2025-də vurduğumuz plombadır. Artıq bir ildən də üzərindən çox keçib. Bu plombaya müdaxilə eləyəndə deyəlim ki, müştəri gətirib. Yəni ki, plombaya müdaxilə eləmək istəyirsən. Bax, burada müdaxilə eləyəndə üzərində bunu nə edəsən? Mümkün deyil. Bax, burada deyəlim ki, bunun əvəzinə müştərinin imzasıdır. İndi biz burada təmizlənmə tarixini qeyd eləmişik. Məsəl üçün, nə isə müdaxilə eləmək istəyirsən. Xeyri yoxdur. Bax, buradan nə edəsən? Görürsən necə qopur bu? Yəni bunu fenlə belə qızdırsın. Bəzi ustalar bilir də, metodları var. Bu kağızdır, sırazı yanacaq. Yəni özün bir yüza verəcək. Qaldı ki, beləcə məsəl üçün lezvi ilə qopardı və yaxud da nə ilə qopardırsan qopard, sırazı özün bir yüza verir. Plomba məsələsi budur. Biz də bunu niyə vururuq? Müştərilər PlayStation'lər gətirirlər. Bəzən elə olur ki, sönən PlayStation'lər olur. İşimizi güvənə alırıq qardaşım. Görürsən plombanı hələ buradan mən qopardıram. Xeyri yoxdur, mümkündür. Klub PlayStation'ləri gəlir ki, sönən PlayStation'lər olur, problemli PlayStation'lər olur. Yəni bunlara görə biz plomba vurub təhvil götürürük ki, sabahsı günü bir problem olanda müştəriyə izah eləyək ki, nədir məsələ.